Mətbəximdən hamıya salamlar. Ağızda əriyən xəmiri gözəl görünüşü ilə könüllərə oxşayan cemli piroq hazırlayaq. Dəqiq resepti şərhlərdə qeyd edirəm. Soyuq kərə yağını sürtkəcdən keçirib unla umac edirəm. Şəkər tozu, vanil, qabartma tozu, yumurta, süd əlavə edib orta bərklikdə xəmiri yoğururam. Salafana büküb 30 dəqiqə otaq havasında gözlədirəm. Xəmirə forma verib 1/4-ni piroqun üzəri üçün ayırıram. Təxmini 5 mm qalınlığında yayıram. Piroqun hər tərəfinin bərabər olmağı üçün qəlib ya boşqabdan istifadə etmək olar. 28 sm diametrli dairə qəlibdən istifadə etdim. Dairənin kənarlarında nazik şəritlər kəsdim və hörük formasını verdim. Elə bu sadə piroqu da gözəl edən bu mərhələdir. Xəmirin bitişən yerlərinin açılmamağı üçün üstündən bastırıram. Şaftalı cemi ilə piroqu dadlandırdım. Ağız dadınıza uyğun olaraq fərqli cem və ya pavidladan da istifadə edə bilərsiniz. Ayırdığım xəmiri incə yayıb uzun şəritlər kəsib piroqun üzərini bəzəyirəm. Xəmirin hissələrini yumurta sarısından çəkib 180 dərəcə isitdiyim sobada bişməyə qoyuram. Üzəri qızaranda sobadan çıxarıram. Ləzzətli, cemli piroqum hazırdır. Siz də hazırlayıb nuş edin. Hazırlayanlar fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Sonacan izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.